oyaq qala bilmirsən? Bizon Ice Coffee ilə yuxusuzluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu. Patron, ən səmimi anlar üçün. Tam Store'da meyve ve terevez maya değerine. Tam Store'a gel, gündelik yenilenen tam teze ve bol çeşitli meyve ve terevezi uygun qiymətə al. Fürsəti kaçırmayın. Tam Store, meyve ve terevez bizim işimiz. Patron'un, Bizon'un ve Tam Store'un baş sponsorluğuyla İki Qapı Arasında serialı başladı. Düzünü demem. Bak bu 3 gündə necəyəm? Çox qəşəng. Evə gəlirim, səhər yeməyini evdə yeyirəm. Hər şey, bax sən dediyində mənə başla. Nə deyimsən başla, onu da həll eləyəcəm. Allah Sadiq. Elə sevinirəm ay Sadiq, elə sevinirəm ki, biz bu Ləmanın iclasına axır ki barabar gedəcəyik. Elə olmaz. Halalca ərimlə gedəcəm. Öz maşınımızla, öz halalca... Bala, niyə qışqırırsan məni zibilə salırsan? Niyə qışqırırsan? Nə olubdu? Nə qışqırmıram, mən prosto sevişdanlarımı ürəkdən deyirəm. Nə belə canla, başla deyirəm. Mən də başla. Daha rahat denən, aslında kimə işləyəcək, duyğu da yoxdur, uzaqdadır. Duyğu uzaqdadır nədir? Duyğu uzaqdadır? Hə. Niyə, hara gedişir? Bilmirəm, sən dedin ki, o şeyləmə, duyğu uzaqdadır. Mən dedim, duyğu kimdir? O kirəkeş. Ay da hayat duyğu uzaqdadır. İstəyərdim, bax, burada olsun, sənin bu xoşbəxtliyini görürsün. Çox təəssüf, biz xoşbəxtliyini, onu yandırmalısan, səni and verirəm. Qutu bilsən. Mənə bax, yadından çıxmasın. Qaydanda da Ləmanın şey eləyək, nənəm gilə. Hə, qoyarıq. Nənəsi gilə qoyaq. Qoy. Kimdir zəng eləyən? Heç şey, ayrı adamdır. Görün, mənə Ay, bala, bir dəqiqə dayan da. Nə yazıb? Atamın oğlunun... Bu nədir bu yekətdə? Atamın, oğlunun, uşağının, bibisinin qardaşı arvadı. Sən niyə elə yad adamın kontaktında saxlayırsan? Gözlə buna, gözlə sən antibasıram, usta heç danışmaq istəmirəm. Hə, nədən danışırdın? Allahu Ekber dana. Bazen bir sene yadıma düştüm. Geçmiştin o qonşumuzda o Tanya xalanın dipçəyindən sarı çiçək götürdün. Gətdin burama taxdın. Necə oxuyurdun? Sarı çiçəyim, girdin qəlbimə sarı çiçəyim, gəldi ömrümə. Gözəl vaxt var idi. Maman qırfan, nə olubsa boşuna dönərəm. Yenə bab, nə oldu da belə iki daşın arasında dalaşdınız, küstünüz? Nəyiniz çatmırız? Biz? Bala biz deyirik, gülürük. Dədən mənə Tanya xalanın dipçəyindən sarı... Mama, məni dünyaya gətirən qadın sənsən, sən məni aldada bilmərsən. Mən sənin gözlərinə baxanda bilirəm ki, sənin gözlərində qəm var. Buyur. 100%, bax 100% yenə nəsə sözünüz çəp gəldi, nəsə tutay. Bu nə danışır Fasır? Ay bala, sözümüz çəp gəlməyib, bir-birimizi acılayacaq bir kəlmə kəsməmişik. Kəsmərsiz də, çünki mamam sənə nəsə deyən kimi, qaçırsan uşaq kimi bibimcinin qucağına, onu deyirsən, bunu deyirsən. Ay, boş ver, boş ver, heç bu kim olsadı belə. Maman qurban, qonşuya demir, bibisi başçısıdır da, nə olacaq ki? Boş ver bu, el şey bunu danışdı da. Boş ver sözünün özündə bir nikbinlik hiss eləmirəm, bir bədbinlik var, görürsən belə yanıqlıq var, inciklik var, görürsən ata, mən çox gözəl bilirəm, mən çox gözəl bilirəm, başa düşürəm. Ay, nədir bu, ay bala? Bala, hər şey yaxşıdır, salamatlıqdır, nə olub ay bala sənə? Ata, mən çox üzr istəyirəm, xeyirsiz övlad deyiləm. Mən çox gözəl bilirəm ki, atamın gedib hər gün əziyyət çəkib qazandığı o 5-10 manatı sağda solda ona buna xərclədiyi mənim anamı incidir. Anam ona görə küsür həyatdan. Biçarə qadın. Nümunə. Ay, nə sağ sol. Ay, sən bizə görə... Nədir bu? Nə sağ sol? Başa düşmədim. Nə?
Nə danışır ha bu? Sonra nə bilirsən de? Sonra nə bilirsən deyəndə ki, mama mən çox şey deyə bilərəm amma Sən nə deyərsən, ay sən? Nə deyərsən? Yox, Mən ata, çox üzr istəyirəm. Mən çox gözəl bilirəm. Mən çox gözəl başa düşürəm ki, sənin gedib bibimgilin evində Vəfa kişiyə baxan arvad döyül deməyin, mamamın gedib dayımın yanında, nə olsun Fazilin 2 diplomu var, amma yenə də bütün külfətə, nəslə baxan sənsən deməyi atamı incidir. Normal, amma yenə də vaxtında başa salmaq lazım. Deməli bu evdə nə sözümüz, söhbətimiz olub. Gedirsən o qartımış evdə qalmış bacılarına çatdırırsan, hə? Xeyr ola. sən də qardaş otlatdırsan da. Yaxşı eləyirəm. Mən sənin başının tumanını geymirəm, amma sən mənim qardaşımın şalvarını, maykasını, pencəyini, bax elə babın köynəyini geyinirsən. Nə danışırsan, hə sən? Nə danışırsan deyəndə, nə qayrı pulu var, alıb deyirəm mən. Cafer yürü. Ayo. Cafer. Cafer yürü kimdir? Bir dakika, ben hiç danışmak istemiyorum. Tez verirəm, dağıdır telefonu bəyəxtəndən Cafer. Sinirleme yaptım. Alo, bəli, gözəl insan, dəyərli insan. Bəli, mən sizə eşidirəm. Buyurun, nə qulluq? Ağzıma girmədi, get bir çay gətir, çay içim də. Bəli. Hay Duygu, nədir? Nədir? Bax, getmirsən də dedim, get 10 günlük kəndinizdə otur, dincəl də, apa. 3 günlük gelsən, cüp-bacımsan get. Nədir, böyle yığırsan? Nə vaxt gəlsən? Ay, bana dedim, qaldı 3 gün keçmiş bir şey qaydırsan. Sabah saat 12'de hafta vağzaldan götürüm səni. Haraya gidirik? İclas var, uşağın Ay, içində nə gidirik. çığırırsan, mən yetibinə salır. Çıxır verirəm, gözümü bərəltmə, bana deyirəm, sağ iclaslıyım. Nə başa düşdüm, yox. Əziz insan, mən bu sabah iclasdan mən heç cür satır bilməyəcəm. Sən taksi ilə gəl, amma hər ehtimal dəqiqləşdirib xəbər eləyərəm sənə. Ay, nə şəfərəxliysən mən sən? Dəqiqləşdirim nədir? Deyirəm, dəqiqdir, uşağın iclasına gidirik. Yavru olaq mı deyirsən, bu valideynlərin içində bu? Mən üzr istəyirəm, sabah bir 2-3 dənə şu işlərim var. Yəni bir şey eləyib, şu ilə xəbər eləyərəm, yəni alınmayacaq, mən gələ bilməyəcəm, sən taksi ilə gəl. O oldu. Bax, belə ağıllı olsaydı, necə? Yox, sən Çox qoymuşsan, mən yaşa. rahat danışam. Sabahdan problemlər baş verir, Allah qurban. Sabah orada da musiqi sadə olacaq mı? Bənə. Səndən bir şey xahiş edirəm. Haydi. Keçən dəfə kimi mənlə kələmə, şaloxu oynama. O vals belə tutub oyuncular. Hoppa, ortaya düşmüşdü, cəmaat elə bilirdi ki, şey çağırıblar, pulla çağırıb adam əyləndir. Eləmir şey. Sən mənim qardaşımın yanındaysan, aşağıları belə verdin, köynəyi belə verdin. Amma bir sakitləşin də, nə olur? Bax, oğul, sən də dinlə. Sən nə ərsən ki, hə? Hər il 8 mart olur, dinmirəm. Hər il doğum günüm olur, dinmirəm. Amma bir dəfə sən mənə paltaryon aldın, almazsan ki, almazsan. Nə ərsən, hə, sən? Hə, eləndə alacaqsan, hə? Ölsün bacıların elə. Ölsün, bəlkə düz demirəm, oğul. Düz deyirsən, mama, səndən razıyam, amma biraz sakitləş. Elə danışırsan ki, elə bir mən milyonlar qazanıram, gizlədirəm. Nə qazanıram, hamısı göz qabağımdadır da. Araq içmirəm, sigaret çəkmirəm. Ver ola elə. Bəlkə düz demirəm, ayol. Ayata, sən də tam-tamına doğru deyirsən, amma sən də sakitləş. Yo, bu belə deyil. Eşit gör nə deyirəm, hə? Mənim deyirsən, qardaşım, mənim sadiq qardaşım olmasaydı, biz indi torpağın üstündə yatırdıq, hə? Damınımızın üstü yox idi, başımıza şır-haşır yağış yağırdı. Elə şey elədi, səni işə düzəltdi, cibinə pul qoydu, uşağı oxutdurdu Türkiyədə. Bu qardaş da bundan artıq nə qalacaq? Zorabına kimi alır, kalqotkama kimi alır. Bəlkə düz demirəm, ay oğul. Burada ən düzünü deyirsən, mama. Daim olmasaydı... Neynirdim? Bax, neynirdim daim, hə? Neynirdim? Sən dedin ki, əsas sevgidir, başımızı soxmağa bir yer olsun. Mən də razılaşdım. Dedim, əsas sevgidir. Koma olsa da yaşayaq. Hə, doyuram. Bəlkə düz demirəm, ay oğul. Səhv deyirsən, bax, burada səhv deyirsən. Sənin sözündən geçsəydik, bu dəqiqə çöldə hansısa kolçosda duz çörək yeyirdik. Ay, sağ ol. Mənə deyirsən, oğul. Kimə deyir, hə? Kimə deyir? Atasına deyir. Atasına.
sənə. Burada atalar yaxşı deyib ha, aman Nədir? qurban. Deyib ki, atasına bax. Qızını al. Elə söz zad yoxdur. Elə demirsən də. Nəysə, atalar da nəsə deyib haqqında. Hə, nəysə. Aydındır, aydın eybi yoxdur. Belə ki danışırsınız ha. Mən heç bir dəqiqə də burada qaldım. Ah, qorxdum səndən. Bax, qalmırsan çıx get də nəyə qaldın bəs? Hə, qardaşımın o köhnə əqqaflarını da giyin, get. Get. Qardaşımdan danışır. Qardaşımdan danışır. Darıxdıq, Bax, darıxdıq, çox getdi darıxdıq. Çox darıxdıq axı. Gedə mənə yemək bişirəm. Maman saat təzə kostyum alacaq, Dur da, hə? Qalmamısan dədənin o qırılmış köynəklərinə. Yaxşı getdi ya. Çox qəşəng oldu ay Sadiq. Deyirəm nətərim sən məni belə qürurlandırırsan. Fəxr eləyirəm ha səndən, əməlli başlı. O ki deyirlər hamı oradan-buradan ki, Sadiq çox diqqətsizdir, çox qayğısızdır. Vay. Amma sən onları yalatdın, sən halal olsun Ben sənə. beləyəm. Halal olsun. Özdə elə bir ki, bu vaxta kimi iki arvadın var idi, çatdırıb mənə vaxt ayıramırdın. İndi o bir arvadın arası 7 ancaq mənə vaxt ayırırsan, mən tək qalmışam. Ne deyirsən? Da yaman dediysin. Yox, əslində mən çox diqqətli insanım. Yəni işə gücə başım qarışım. Mənim əslim bax, arvad canlı insanım da. Mən istəyirəm ki, bütün günü sənə diqqət göstərim elə, amma çatdırmıram. Ora, bura, həm ona, həm sahə çatdırmaq olmur. Axı nə ona buna? Dedin həm ona, həm buna. Harda dedim mən. Bayaq dedin də, dedin həm ona, həm buna Həm çatdıramıram. ona, həm buna. Ha, da həm işə, həm də saat çatdırım. Sən nə düşündün ki, Heç nə. Yox. Yavaş görüm, saxla bir buğurla qızın gün kişi deyil mi o? Əl eləyirlər, bir əylə elə. Aşağı əyil görüm, aşağı əyil. Sadiqin maşını sürsüz gedir ya. Onların başını bıraxır ay Uğur. Sən fikirləş gör, bu ev məsələsini nətər eləyək? Evimizi nətər sataq ay Uğur, nə fikirləşirsən? Ay fikirləşirəm ki, Sadiqin maşını nətəri çağdısa, uçur ya. Ay o qoftanı onlardan ay Uğur. Bizim dərdimizə qayıt gəl. Nə gəlim az, görmüsən Sadiqin maşını çox gözəldir ya, bayatdı onu. Ay gəl dana gəl ay Uğur. Nə qəşəng maşın da, nə qəşəng maşın. Bəlkə deyirəm, onu Ha, evi tikilmişin gözü radardan da yaxşı tutur ya. Nə var da bu? Ay Sadiq, nə oldu ki, indi durduq yerə bu gedirdik dana gül kimi evimizə, eşiyimizə. Bəlkə motoru dağılıb. Ha, motoru dağılmayıb, vaxtında qaçırtdım. Axı yatıbdı. Narahat be biz. Narahat olma da, ölməyəcək ki. Oy. Əhliyyət kişi. Nə qaracıq be biz. Abi gözdə də. Ay əhliyyət kişi, bir stəkan su ver də. Ay, çox belə qavuzsadan. Ey Ha, Vəfadar, hardasan oğlum? Mənim maşınım bu şeylikdə, axım yatıb gəl bir dənə tok verib xoddum maşına. Ha, bildim də maşında müştəri var. Heç olmasa gəl bircə saniyalıqdan şeyli sonra çıx get də, müştərini də apar get. Əhliyyət kişinin qapısının ağzında ayaq. Ha, onun qapısına girib çay çanıyıb, o qapını açır ki, Allahın bir şeyin suyunu vermir, əhliyar tanımırsan, daha da çıxıb gəl. Heç nə. Bəlkə də Uğurun gözləyirik, əhliyarın qapısının enerjisini bilmirəm. Gəl də gözləyirəm. Ha, bərəkallah, bax. Bir durun kömək eləyin mənə, həyət bacanı yığışdırın, oturublar, nerede oynuyorlar? Ay Vəfa, mənə niyə deyirsən bu boyda oğlum var? Ay ata, sən yaşda da məndən böyüksən, başda da. Məndədir təqsir, mən də bizon alıb qoymuşam soyuducuya ki, kim mənə kömək etsə, bizon verəcəm ona. Neynirəm, elə gedib özüm içərəm. Bizon? Tut. Sən də. Kişi gərək ev işlərində qadına kömək eləsin. Oğul da gərək anasının sözündən çıxmasın. Ha, sağ olsun bizon. Adı da, özü də sizə yaxşı təsir etdi. Nuş olsun. Gedə bilərsən Vəfadar, başqa nə qulluq? Dayı qulluq deyəndə ki, Hadi. bayaq eşitdim ki, 8-21 aprel aralığında Tamstorda təmizlik festivalı var. Bəli, düz eşitmirsən. Ona görə də mənim ürəyimin təmizliyinə görə mənə bir 100 manat ver. Düz eşitmirsən, amma düz başa düşməmsən.
Sonda belə çıxır ki, 100 manat vermirsən. Deyirəm, sən bu 100 almamış getmirsən. Amma gözlə, sən bu 100 manatdan tam stordan qəşəng bazarlıq elə, kampaniyadan yararlan. Evi gedəndə də Fazil görsün ki, yaxşı oğul dayısına oxşuyur. Ay, doyanı desin. Ala bu 100 manat da xərcləyərsən. Sağ ol, dayı. Sən də sağ ol, get. Ay Seva, sən bacın canım, mənə bir dənə məsləhətli yağ dinəndə. Ay qız, keçən dəfə kartof qızardıram. Sən demə, yağ keyfiyyətsiz imiş. Kartof yapışdı tavaya. Qərədən uğurum, şpatla qazıyıb yiyib kartofu tavada. Ay Qızılgül, sən ən yaxşısı götür bu patron yağını. Sən bütün yeməklərini bu tam təbii, kimyəvi qatqısız, soyuq suyla əldə olunmuş patron günə baxan yağları ilə bişirsən, sənin yoldaşın da razı qalacaq da. Və necə ki, mənim yoldaşım, mən bütün yeməklərimi bu patron günə baxan yağlarla bişirirəm deyə, mənim ərim də mənim yeməklərimdən razıdır. Ayzə, Ərvin üzünü görməsəm də, bircə onu bilirəm ki, patron yağını sevir. Götürün bunu. Götür. Paylı artıq olsun. Sağ ol. Ay Sadiq. Hadi. Deyirəm sənin oğlun ingilis dilində yaxşı danışır. Onu harda oxutdurursan? Star College'də. O nədir elə? Beynəlxalq imtahanlara və dünyanın aparıcı universitetlərinə hazırlıq üzrə ixtisaslaşmış tədris mərkəzidir. IELTS, SAT, TOEFL, Duolingo və başqa beynəlxalq imtahanlara peşkar müəllimlər tərəfindən hazırlaşsan. Əladır ki, hər yaş üçün var. Əlbəttə, bax deyirəm, bax 2 diplomum var da. Apar vəfadar da qoy oxusun, öyrənsin, onun da diplom olsun da. Açığı oğlum üçün yox, özüm üçün istəyirəm. İstəyirəm 3-cü diplomumda beynəlxalq olsun. Düz elirsən. Star College gələcəyini dünyanın ən yaxşı universitetlərində qurmaq üçün əla seçimdir. Patronun, Pizonun və Tamstor'un baş sponsorluğu ilə İki Qapı Arasında serialı reklamlardan sonra davam eder. Nəfərdir? Belə yaxşı evdir Uğur kişi, amma bu pəncərələrdə salafan var ha. Onun yerinə şüşə vurmaq lazımdır ki, o Skvazit eləməsin. skvazit olmasın da, hə. Mən də çox xoşladım, bəyəndim. Bu divardakı o çatları təzədən işləsələr, Çox yedi. təzədən sulağı dəyişsələr, bir də yerdəki betonu üstə matras qoysalar əla olar. Mən də öz növbəmdə fikrimi bilmək istəyirsinizsə, o həyətə girmək olmur, o otalağı təmizləmək lazımdır ki, göz görsün, heç də görmək olmur. Bir də əsas mebellər var qardaş, mebellər yaman gündə. Onları lıbıdım dəyişmək lazımdır. Bir də öz növbəmdə onu deyim ki, ən əsas qardaş o divan. Purjunları zadı çıxıb çıxır, ora bir dənə qupqalı bir şey. Purjundur da, baxma qardaş, batdı. Yəni belə xırdavari, yüngülzavari şeylərdir bunlar. Ay, siz o xırdavari, yüngülvari dediyinizdə bilsiniz nə qədər pul lazımdır. Üzdəki mebel deyirsən, cihazimdir. Nədir ki? 30 ildir gətirmişəm. Təzə mebildir. Elə evin özü də. İndi gül kimi təzə təmirdə çıxmış evi bir də təmir eləyəcək. Ay oğul. Ananın mebeli idi, amma evi yoxdur. Yaxşı, bax, tutaq ki, müştəri tapdıq gəldi. Əlində nağd pulla gəldi. Neçə versən evi? 200 min. Sizə. Yox, ayğır ki, onu bildi. Son yerin deyilən. Son yeri nə olacaq? Son yeri... 100 min. Bəs qutaran yeri neçədir? Qutaran... Çox düşmədən ha. Yaxşı. 60 min. Ayğır ki, indi biz özümüz səninlə bazarlıq elə dirənəni deyilən. Də dirənən yeri nədir, onu deyilən biləcəm. Çox deyirəm, ay oğul, büyüsəm uşaq olacaq, bizə yaxşı ev lazım. Satam yersən, bu turkasından satam yersən. 40 min. Uğur ki, ölü yeri neçə verəsən, deyilən müştəri tapaq. Ölü yeri 25 min. Allah xeyir versin. Allah kömək olsun. Şey var ha, onun nə toplayaq? Evet, şeydir. Gedək. Siyoda, sağ-salamat hazırdır. Təşəkkür edirəm. Sən olmasan mən neyniyərdim ha? Elə mən də onu demək istəyirəm ki, sən olmasan mən neyniyərdim? Yox, bu həmişə böyük kiçik yeri bilən uşaqdır. 100 yaşa. Nə? Deyirəm 100 yaşa oğul. Ya indi 100 yaşarı dildə deyirsən da, indi yaşamaq üçün yemək lazımdır, yemək almaq üçün pul lazımdır. Biraz baxım görüm elə, yaşat məni. Bunlar belə, sən yəni 100 yaşa üçün bir 100 manatım getmə, ailə dilən çadan Ev yox, taqa. 100 dolar, ev yox. Sür get. Getdim. Təşəkkür eləyirəm. Dəyməz, borcumuzdur. Yaxşı, keç otur başla.
Aman vəziyyət nə oldu yəni? Nə qədər pullasın, nədir? Ya, Hə. bu vəziyyətimdə heç pul da mənə kömək etməyəcək. Nə olub ay bacı? Bax, bu sol tərəfim yoxdur, hiss eləmirəm ki. Ömrünü çürütdülər dana sənin. Ha, gələ aparım sən həkimə, gələ sən yoxladın. Dayan görüm. Dayan görüm, nə həkimi? Həkimlik deyil. Deyirəm ki, sol tərəfim yoxdur. Yəni, sol tərəf, ürək tərəf nə deməkdir? Fazilim yoxdur. Fazilim ona görə beləyəm, qardaş. Həktər, elə də deyir fazilim, ürək tərəfim. Bilməzsə məndən pərdə sağla birisi. Fazilları yetdi ki, nə olubdur? Küzüb getdi. O izindir yaşama. Təzədə xəsədə həftə 8 mən 9 küsüm gəlib, mən bezdim onun qapılarda yığışdırıb gətirməkdən. Getmirəm, yaş gözəllik deyir. Hara keçsən, Fazili gətirmək. Yox, Fazilin başını bırax da. Mən onun dalına getməyəcəm. O nə varsa 3-4 dənə heyvan gətirmişəm, başın qarşıya. Bax, bir dənə porsuk gətirəcəm. Bildiyim bir dənə porsuk gördüm o gün. Belə bildim Fazil, salam zad verdi. Sonra bir dənə krol gətirdim. İstər belə bildim. Nə qarışa mən oynam? Fazil oxşurdan, ha? Fazil oxşaya bilər, amma Fazilin qoxusunu mən hansından birindən alacağam, hansından? Skuns alıb gətirəcəm. O nə deyirlər? O quyruğun qaldırıb verir, qoxu verir. Bildiği Fazil ilə. O gün isim tutdum. 3 gün qaldı üstündə, elə bildim Fazil'lə bir yerdəyim. Elə saxlayırsan qalıcılığı da elədir. 3 gündən bir tıs. Yeriməcə bə! Yaxşı da bu. Nə etsən bə? Qışqırma hep bu. Fıssa nə fıssa deyirsən burada? Onda elə sol tərəfin ağırsa yaxşıdır. Oldu. Sadiq. Aktör! Haydi nə gözəl düşmüş ya burada. Nə olub, nəyə baxsan? Ot, buna bax. Tədbirdəki videomuzdur. Yox, tədbirdə yox. Bayaqlar maşınımız xarab oldu. Ha, orada dayanmışdıq, düzəldirdik maşınımızı. Ona baxsan gör nə gözəldir. Çox təbiidir. Qolumuz adı nə tər kirmisən qolumu. Gəl bunu böyüdərik evdə şəkil. Kinolardakı kimi çıxmışıq, gör nə gözəldir. Kim yolladı? Vəfadarın müştərisi göndərib də ana. O sən nömrəni hardan bilir ki? Vəfadarın müştərisi bu Kirakeş qızıymış. Kim? Duyğudan ha. Duyğu yolladı videosu. Duyğu göndərib. Deyirəm sağ ol ay Duyğu. Heç mənim 8 ildə belə hələ videom yox idi ərimlə. Dedin ərimlə belə videom yoxdur. Xalam olursan, mərimsən də nə bu? Elə deməlisən. Niyyət çətişmiş, ona baxsan elə. Onda belə, yox, hər şey normal. Onda belə çıxır ki, Vəfadarın maşında əyləşən müştəri Duyğu xanım imiş. 13:35 radələrində bizim avtomobilimizin nasazlığını görüb, lentə alıb və həmin videonu sənə yollamışdır. Ay, 100 yaşa. Nə 100 yaşa? Sabaha kimi yaşasam qənimət daha. Gedirəm, heç yaşa. Hər şey əladır. Qəşəngdir. Bunu elə saxlayarsan, ağı deyəndə elə bu. İcazə verirsən bunu TikTokda paylaşıb. Ömrüm zat. Onu ham paylaşacaq. Sən oradan narahat olma. Elə bunu bütün kət paylaşacaq. Sabah xeyir ömrüm, nə tərsən, neyinisə, xoşçalmısan? Şirin. İnanırsan, axşam saat 8-də yuxu dərmanı içdim, yatdım, elə indi oyandım. Necəsən, sən necəsən? Mən əlayam, superəm. Əla olasan, necə? İroniyalı dedin. Bə deyərdin, gələrdim, mən səni qarşılayardım da, özüm gətirərdim də. Niyə Vəfadarın maşınından gəlirsən ki? Sən hardan bilsən Vəfadarın maşınından gəlmişəm? Bu da bunun özü bir düşündürücü sual. Ümumən fikir əldə edim. Yəni, gələrdim, mən götürərdim, gətirərdim də səni evə. Ay əzizim, ay canım. Hətta, nə bilim, dedim birdən gələrsən, yolda maşının xarab olar, yarı yolda qalarsan. Bəlkə başqa adam var maşında, niyə narahat edeyim ki sizi? Vaxsey, bu hər şey bilir ki, məni zibila saldım Vəfadar. Sağ Gəl çıx da, gəl çıx da. Salam əleykum. Gəl çıx, nə olub? Mən qalmışam orada. Bayaqdan maşını deyirəm ki, eş, əlini düzəlt, eş, deyir, eş nədir? İş nədir? Yaxşı, sənə bir işimiz düşübdür. Deyirəm ki, işim düşməmişdən qabaq mənim işimə kömək edin. Deyirəm, eş nədir? Yollara əsəbləşmə. Qulaq as nə deyirik? Biz evimizi satmaq istəyirik. Sənin köməyinə ehtiyacımız var.
Sən Allah, mən makrel oxşuyuram. Bax gör makrel oxşuyuram. Mən nə kömək edeyim sənə? Uzaq başlı darvazanın qabağında deyirəm ki, burada maşını saxlama olmaz. Ay qardaş, maşını saxlamadı. Eş, nə edə biləm? Yaxşı, yox. Diyan da onu dil boğaza qoymur ya, Allah sən sağ. Sən səhv başa düşürsən. İndi uğurun bir dənə giriş eləsin, uğur bir giriş elə. Bəs eləyə. Deməli, eşitdik ki, burada bütün təmizlik vasitələri indirimə düşür. Qəşəng indirimdir. Düz. Ona görə qərara gəldik ki, buradan qəşəng alış-veriş eləyək, gedib evimizi tərtəmiz təmizləyək, ondan sonra da sataq. Düz söhbətdir. Onu gəlin belə edək. Verirsən arabanı mənə. Sən eş. Eş haradır axı, eş? Eş bu tərəfə də, mənə ver də. Mən götürürəm arabanı, yığıram təmizlik vasitələrinin hamısını, bir-bir seçirəm, səliqəli. Sizə fırlanında görüşər yolda. Eş. Yox, belə qıraqdan baxanda adam kimi adam deyir. Gedib biz də baxaq endirimlərə. Qıraqdan baxmaqla deyil ha. Başın qurban, elə bir ağzından çıxıb ayağın. Ha bildiğin elə it ağzından çıxmışam da. Niyə, nə oldu ki? Ha bu oğlu əsəbləşdirib apardım vəfadarımı kimyas kişinin çomartına verəm. Nətər yanı, vəfadarı it qapıb, nə danışırsan nətər? Vəfadara it yaxındır, it leşikləri, it bir pələndi. Sən demə tanıyırmış vəfadarı. Götürüb çomartını və üstümə qıskırdım. Parçalayır deyə bir zulmə çıxırdım. Deyən görüm, ayağını soxmaya gözümə, parmaqlarını soxma gözümə. Sən deməli vəfadarı bilə-bilə itin ağzına atmaq istəmirsən. Ay bacı, günahkar mənəm. Ha bir gözdən, bir gözdə danışımdan. Elə səhv mən axtarsan. Mən yazıq, sevgi ilə başdan getdiyim yerdə maşın xarab oldu. Mən də dedim ki, xeyri yada verməyim də, vəfadar çağırdım. Çıxartdım bir 100 manat onun cibinə pul qoymuşum. Nə olar, dayısısan da. Ben dayısıyam da. Bunun da maşında duyğu var imiş. O da görüb sevgi ilə mənim əllə tutmağımı. Yuvam dağılır, vəfadar mənim yuvamı dağılır. Köməklə mənə ayıması qadın alıb. Zərif verim, mamanı canlant verirəm, jornal verirəm. Sadiq, sənin yuvan nə olur olsun. Və mənim yuvam onsuz da dağılıb da. Ben sənin Fazil yox. Qalmışam ben. Fazil olsun. Fazil axtarıram ben. Fazilsiz vəfanın yuvası yoxdur. Bu dəqiqə başım işləmir, heç nə fikirləşəm mənə. Ay başı qədərim, bir dəqiqə dayan da. Mən Fazili yazsam, başı işləyəcək. Fazilə gətirəcəksən. Fazili gətirəm, sən mənim problemlərimi həll elə. Danışdıq. O qədər çox istəyirəm o Fazili. Gedirəm Fazili gətirəm. Çorabını dəyiş elə getmə. Fazilin çorabı var burada. Ay badı bu nə pisliklər vuruyor, bu elə çorab ola. Yavaş. Gəldim. Dedikləriniz hamısı hazırdır, bax. Bu nədir? Sabun aldım. Şampun aldım. Getdi. Kisə var. Ay! Taban daşı almışam. Başqa nə istəyirsiniz? Təmizlik vasitələrinin hamısı var. Ay qardaşsın abi. Yenə qatıb qarışdırıbsan, xəbərin varsa. Niyə? Biz evin təmizliyi üçün deyirdik. Atalar nə deyib? Deyib əvvəlcə evin içidir, sonra çöldür. Birinci özünüz təmizlənin, sonra da evi təmizləyir, qatını çək. Bu uşaqla nəyə ya? Buna danışıram. Düz deyirik. Deyirəm nə vaxt adam kimi çimirik. Deyirəm bunlardan alaq çiməkdən ha. Yaxşı. Nətər yanı çimir ya? O günləri başında dəsmal kəndlə birdə ölüydün, yuxarı aşağı gedirdin, zorla səni saldım evə. Yox o günləri bütün kənddə su kəsilmişdi, heç kəsdə su yox idi. Mən də bilə-bilə qətvənin başımı səriyib gəzirdim ki, hamı elə bilsin ki, bizdə su var. Yaxşı, bura bax, yeqiş. Bu ev təmizliyi üçün vasitələri, onu neyniyək? Haradadır? Onu da belə deyək də. Siz bir dənə buna baxın. Gedim bir dənə də araba, ev vasitələri, ev təmizliyi vasitələri yığım gətirin. Lazımdır. Lazımdır. Özümüz eləyərik. Ver bura. Kömək eləyirəm də. Uşağa buyur, dalıca da yuyur. Gedək oğul. Əlini güzel, kuzucu xal. Əlini, qaba, eş, ay. Fazil!
Sən ol, baltayla sanırsın, mən doğru gələcək. Bu nəsən vaxt? Mən nahaq gəldim. Ay Fazil. Gəlirəm. Səsi əsəbi gəl. Ay, gəlirəm də, indi gəlib sərəcəm. Fazil. Ay, nə sifət etsən, məndən küsmüsən. Mən neynəmişəm, ay Fazil, qadanı alım. Hə, yalandan mənə bu şirinliyi elib bacınla barışdıracaqsansa, xeyri yoxdur. Mən bacınla barışan deyiləm. Hə, nətər barışmıram? Sən dədən evindən vağzalı sədaları altında çıxanda ataq nə dedi, ha? Nə dedi? Fazil, bu evdən çıxırsan, bir də bu evə sənin meydin gəlir. Nə oldu Fazil? Hə, atam öz dostunun qızını almaq istəyirdi mənə. Mən də vəfanı aldım. Ona görə mənə dedi ki, bir də bu evə qayıtma. Hə, Fazil, birincisi sən vəfanı almamsan, biz səni qaçırtmışıq, bu bir. İkincisi də ki, başıma dönüm, o vəfa ilə toydan 2-3 ay sonra davanız düşdü. Cəmat dəllən almadın mı? Vəfanı əlinə aldı, sən də qaçdıq, getdin xalankilə. Nə oldu? Nə oldu? Gəlmirdin də, gəldik. Ağbürçəklərlə zadla yaylıq atdıq, elədik, sizi barışdırdıq. Evdən çıxanda xalan nə dedi? Nə dedi? Dedi ki, Fazil, get. Otur qaynatanın evində, çanqır otur orada, tərpənmə. Nə oldu? Nə oldu? Xalam dedi, vəfa dəyişdi, qıçımı qırdı, bir ay cipsdə qaldı. Fazil, uzatma da, gəl, otur maşına, çıxaq gedək, mən sizi barışdırım, mən kişişim, qariyant edir. Vəfanın əli də sadəyməyəcək, gəl otur, gəl otur. Yox, Sadiq, mənim qürurum var, mənim şəxsiyyətim var, mənim mənliyim var. Mən elə kişi kimi oturmuşam bacımın evində. Tərtəmiz gül kimi qabları yuyuram, paltarları yuyuram. Düzdür, bacımın əri arada bir məni söyür, təhqir eləyir. Ötüşdürürəm gedir də, bacımın əri də neyniyir? Ay, o yad adamdan, ha, gedək evinə qav da var, paltar da var, evdə yut ona, başqan dönüm, sən niyə bilirsən, gəl tərsiyələm, gəl otur. Mən kişi ola mən arvadın yanında qab yuyanam, hə? Fazil, tərsiyələm, bu da qısa bir tərs şapalaq açılacaq. Getmir. Fazil, deyirəm ki, hə, getmir. Elə mi bagaja salıb sarı geri qatırdım, ha? Dedim, getmir, qatırdım, şükürmə, hə? Ay Fazil, intiqam əsəbləşibdir, gəl. Gəl lan da! Nəyin hazırlığı gedir, hə? Mənim nə xəbərim yoxdur. Mənə bax, qızıl gül. Bu kəndir dözümlü də deyirsən, hə? Səncə bunun danışdığı sözə bax, az bu kəndirə başımla cavab deyəm. Bu kəndirə belə 90 kiloluq qabanın ayağına bağla askına. Gör qırılır ya yox. Uşaqlar kiləndi? Ülgüc kimi. Bax bundan 35 yaşlı qoca belə camışı da sümüyünə qədər kəsə bilərsən. Of, nə qədər, nə qədər. Nə deyir, hə bunlar? 35 yaş, 90 kilo, mənim tikə-tikə dorğu şişə şeylər. Ay batı. 90 kilo nədir? Ağappaq broiler toyuğu pişirəcəm. Ayağına da kəndiri bağlayacağam, masacam. Lap yaxşı, bacı, belə məsləhət kimi çıxmasın, görə məsləhət ehtiyacım var. Sən belə elə, sən əvvəlcə toyuğu doğra, sonra duzu istiyotun vur, bastır. Allah fikirdir. Birinci doğrayırsan, sonra bastırırsan. Maraqlıdır. Bacı, mən gedim. Dayan! Bura gəl. Üzü çöndər. Bura gəl. Dönüşümün sözünü dönüm. Gəlin. Hə. Gedə bilərsən. Sağ ol, başım. Qaynat ol. Sabah onsuz da hamı Sadiqin yasında biləcəksiniz ki, mən bu toyuğa hansı ədviyyat vurmuşam. Ay batı. Ne oldu başınıza? Evet, babası gibi danışma. Ha, başa düştü, deyirəm ki, məni duyğu şişə takacaq. Hamı bir tikən yəndə sən 4-5 tikən ye. Çörəksiz ye, köçərsən neymət olursan az qalma. Mənim ətimi sən ye, ay batı. Sen getir gülümü, etimi ye. Bu yediğimi de saydı ki nasıl. Ay batı, bir dayan bana deyirəm ki, gözümlə gördüm. Şu duyğunun əlində, bir əldə
kəndir bir halda sıx manqalda orada qoyubdu. Məni şişə taqacağı başa düşsən, mən kömək elə da. Yox. Elə arvadlarına elə. Bacına elə. Kəm kimirsən elə. Onun ağzı nədir? Üzü nədir ki, sana qarşı belə eləsin? Başın ölməyir. Sən bir onu da gör. Fasili görə bildin mi? Fazil olsun ay bak. Niyə? Burada mən tərmən əlləşəm Fazil fikirə. Uğuru yollamışam, narahat olma. Fazil birazdan gələcək. Mən gedəcəm, Fazil gələcək, mən gedəcəm. Elə qorxuram. İki qapı arasında qalan kimi qaçırsan bacının üstünə. Birinci dəfə deyil ki. Sakit ol. Biz bu məsələni də həll etmiş olarıq. Sən qadın. Heç zat. Hazırlarsan, get sevgigilə. Sevgigilə niyə? Deyirəm duyğuna problem var dersin. Sevgigilə. Başın plan qurdu 2 saniyədə. Əldəft öldürəcəyim mən. Deməli. Ay ona görə ailəni dağıtmazlar. Ayğır kişi, bayaqdan danışırsan, qulaq asıram. Bu vəfa uşağın yanında mənim üstümə qışqırırdı. Şəxsiyyətimi sıxışdırmırdım axı. Ay qardaşın alım. Sən keyfdən danışsan. Xəbərin var Qızılgülün qohumlarının evinə gedəndə. Məmə deyəndən pəpə deyənə kimi, balacadan böyüyə kimi hamısı bütün gün üstümə qışqırır. Neyniyim? Dizimi qırıb oturmuşam. Ayğır kişi, bu mənə yeməkdə vermirdi axı. Deyirdim mənə yemək ver, deyirdi ged özün çək, ye. Ay özün görmədin bizə gələndə. Plasmas qablarda çörək yeyirdi. Niyə? Aysa oranın niyəsi var. Keyfdən də öyle, bütün o boş qaplar hamısı mənim başımda qırılıbdır. Saçım ona görə tökülüb, bax. Hadi indi Vəfanın da qardaşı Sadiq məni yola vermirdi də, incidirdi. Buna bax. Aa, Sadiq bir dənədir. Qızılgülün 7 qardaşı var. 7 qardaş yılan kimi nə tərəf fısıldayırlar üstümə. Sakit durur. O kətdə eşitmişdin o söhbəti. Birini 7 qardaş ağaca bağlı üstünə it qısqısmışdılar. Hə, nə olmuşdu? Sən idin? Ay, dedilər itin nətər qısqırdıbsa qorxudan. Ay, o köhnə söhbətdir. O yaddan çıxıbdır. Mən sən yadına saldım. Yoxsa belə yadda qalan söhbət deyil. Sözümün canı bilsən nə var? Sadiq də elə belə oğlandır. 7 qardaşa dəyər. Yəni onu nəzərə al. Nəzərə al, qayıt ailənə. Nə bilim nə də, qayıt, başımı, nəsə. Anda gedim hazırlaşım. Get, hazırlaş, çıx, get. Belə deyərəm, torumuzu verəndə o şey olur, yaxşıdır qəşə fikirə. Bir dənə qaldı onu gəlib soruşmağa. Sonra birdir. Ay, başım düşdü. Sadiq, nə olub, nə fikirsən? Əşi, nə sən soruş, nə mən deyim. Yox, soruşmuram onda. Ay, yaxşı, soruşma. Başım düşdü. Ürəyim partladı, əlim uzun, nə çək, görüm, nə olub, dərmiş görüm, dərmiş sərin var. Və bu Kirəkeş xanım yoxdur mu? Adı nədir, onu unutmuşam. Buyruq. Buyruq nədir? Duyğudadır. Duyğudur, mən 6 aydır ona buyruq deyirəm ya. Yox, bir bulgur yaxşı ayıbdır. Bulgur da dediyim olub. Nə bilim, heç reaksiya verəcək başım. Nə olub? Hücum durduğumuz yerdə zivilə düşdü. Elə bir o, və bu videonu çəkdik, sənə yolladı, sənlə mənim. Bizim aşk videomuz. Aşk videomuz, elə o şey videomuz olsun. Nəysə, bu, elə bil ondan sonra Vəfadar oturub maşına, qazı basıb, tormuzu basıb, tormuzu basanda lan! Duyğunun başı dəyə patpresə, baş. Yanıb mı başı? Qaynar qazana düşür. Beyninin sol yarım kürəsi yanıb. Sağa nə olub? Sağ da gedib. Hər gedib? Rayona gedibdir. Buna bax, beyni qədər də olmadıq, dincələnmirəm, rayona gedib. Belədir. İndi nəsə o problemdir, sən yollayacam dincəlməyə. Və bu, İndi elə bir beynim şeydə işləmirdi, yaddaşı itirdi. Vəfadara nə desə yaxşı. Nə desə yaxşıdır? Deyir ki, baldızımın oğlu. Bu? Şeydir, Fazilə deyir, ay baldızımın əri. Vəfaya nə deyir? Nə deyir? Deyir, baldızım. Bir dəqiqə, belə çıxır ki, o da savaqda sağ ərimzad dər, ha bu? Savaq nədir, rəhmətliyin nə varsa? Savaq var. Mənə elə birinci dedi ki, sən mənim ərimsən. Onu mən pusaq gedib payını... Ay, bala deyirəm, başı gedib, yaddaşı çıxdı. Nədir başı gedib də mənim ərim əri dəyəcək? Ay, bir dəqiqə, problem bilsən nədir? Nədir?
Biz boynumuzu almırıq da, bizim maşınımız da olub da, başa düşsən. Amma o video var ya, o videoda fakt axı bizim maşınımızda olduğu. Yox, belə yoxsa, amma o video ələ düşsə, bilinəcək ki, vəfadarın maşında olub. Vəfadarı həbs eləyəcəklər. Mən də daha kimi depressiya düşəcəyəm, işləməyəcəyəm, pul qazanmayacağam və sənin arzularını yerinə yetirə bilməyəcəm. Ona görə düşünürəm, fikirləşirəm. Düşünmə. Düşün, amma yaxşı şey düşün də, bir plan zat qurub vəfadarı çıxardaq bu məsələnin içindən yazıqdır. Hoppadım girdi torbaya. Ne oldu belə? Ne oldu torbaya? İşte, qulaq. Deyin görün bu ev harda yerləşir, necədir? Deməli, ev elə yerdə yerləşir ki, gözəl bir evdə, arxası gölə baxır. Havası da ki mükəmməl. Nə edirsən də? Müthiş. Bir dəqiqə deyirsən bu evin arxası gölə baxır. Bəs qabağı hara baxır? Qardaş, qabağı düz yola. Qapıdan çıxdım, prosta ehtiyatlı çıxınan da. Avtobus səni götürür, aparır, rahat şəkildə. 2 maşınlıq həyətdə yer. İstəyirsən birini ləğv elə, öz zövqünə uyğun hovuz tik. Jacuzzi boy falan behman. Yəni aboylu, maboylu, nə bilim sədiyim kürsülü, mürsülü mükəmməl. Yüksək səviyyə. Çox. Ev 3 otaqlı evdir, qabağın artır elə 4 otaqlı. Bir ildən sonra bu evi ölü yeri üzümünə verəsən. Evin səliqəli həyəti, evin içində təzə mebeli, küçəsi asfalt, mehriban qonşuları, qazı, suyu, işığı daimi. Say qutarım. Evin pəncərəsindən baxanda Cəbəlü Tarix boğazı görsən mi? Nə tarix? Tarixi evdir. Tarixi evdir. Tarixi. Yaxşı. Yenə nəsə verəcəm, yoxsa? Yox, ehtiyac yoxdur. Uğur kişi nə deyirsən? Satırsan, müştəri gətirdik. Yox. Necə yəni yox? Mən belə evi sata bilmərəm. Hə dana, elə ki evi təriflədiniz, belə baxıram ki bizim evdən yaxşı ev tapa bilməyəcəyik. Elə özümüzə qalsın da uşaq dolaşır. Bir dəqiqə, ya eləsən mənim behimi qaytarın. Nə? Beh nədir? Beh nədir? Bu qardaşlara beh vermişəm, görün. Ha, beh alıbsın. 30 manat. Məlumatsızsınız, 30 manat, 30 manat beh alıblar məndən. Xeyr, yanlış. Ha, sən hazır ol. Üzümü gözümü qıraram. Ha, pulumu qaytarın ha. Qardaş, məlumatsız. Yanlış məlumatdır. Ha, kişi Allah'dırlar. Ha, pulumu qaytarın. Hala pul. Pulumu qaytarın. Həla, 1 saat vaxt verdim. 1 saat bitti. Planları deyil. Bacı sən başla. Nə plan qurmuşsan? Qardaş sən də bacı deyirəm də qatana alın. Heç zat. Mən fazilsiz heç bir plan qurmamışam, heç qurmaram da. Mümkündür. Ay bacı başına dönüm rəhmətli atamla xəlvət plan qurub Fazilə ərigində heç Fazil yox idi, xəbər yox idi. İndi nə oldu, mənə gəldi plan quramırsak? Mən hardaydım onda, nə danışır bu ay baba? Ha, bir dəqiqə dayan, onda heç atan yox idi. Sən harda olacaksın ay bala, səysən, sən də çatmıram. Ünvanı uşaqdır. Ha, eşitsən, sən özünlə plan qurmuşsan, bax, variant dedim sana. Məncə, mənim fikrimcə. Bizə münbit şərait lazımdır. Gülmüşdü, görsən, münbit sözlər xoş. Münbit nədir? Aycan. Deməli, sən mənə gecə ilə toy eləyirsən, mən də toyun axırına yaxın sizi barışdırıram. Bax, işləmirik. Gecə ilə toy olur. Toy olur. Ay, bacı belə uşaq olur, bura tərbiyə verdən, ha. Ha, dədəndə olan qeyrətdən atırsan, dostuysan bu evə gəlməzdik. Gəlin bana plan qurur, ha. Durma. Sən özün plan qurmuşam. Onda gəl mən plan üçün qəşəng adlar verim, 1.30 manat. Lazım deyil, bir dəqiqə dayan. Azad fikirləşmişəm. Yaşamaq üçün rahat, əl planı psixopat. Nətərdir? Əl psixopat niyə? Elə bu plan orasında deməli belə bir şey düşünmüşəm ay bacı. Sadiq, mənə düzünü dinə, hər şeyi öz gözümlə görmüşəm. Tez elə vaxtın getdi. Tez elə. Bala, mənim ömrüm gedir, vaxtım gəlir. Sən niyə qışqırsan? Qapıdan girəni deməyəcəm. Bunların evində nə olur? Cəhənnəmə işitsin. Tez elə. Hər şeyi danışıram. Tez elə. Salam əleyküm. Ha, salam, ay bacı, xoş gəlmişsən. Ay belim, gəl əyləş. Xoş gəlmisən Vəfa. Xeyir ola. Xeyir deyil, işim düşüb sənə. Bax, bu boş qabın çox demirəm, doldurma. Elə belə, içi biraz boyda mənə düyü lazım. Fərq etmir, uzun ya yumru yeməyə qatacağım. Gəl, düyü göt, ha? Nə? Vəfa, gəlib düyü istəmədi məndən. Kim?
Vəfa gəldi, tarikanı kim verir mənim əlimə? Mən nə bilim, söhbət elədiyimiz yerdə getdim mətbəxə, mən başa düşmürəm səni. Nə deyirdim? Deməli, sən o mənə... Salam Məlikəm. Salam, ay bacı, xoş gəlmişsən. Ay, belim. Heç nə. Ay Duyğu, sənə bir işim düşüb. Mənə doldurma, lazım deyil. Elə bax, bu qabın dibində belə düyü lazımdır. Fərq etməz, uzun ya yumruq oraya pişirəcəm, ona qatım. Sən bayaq gəlib məndən düyü istədin axı. Mən bura gəldim. Sən? Nə var? Bu gəldi də. Sadiq, nə danışsam? Bacın gəlib demədi, mənə düyü lazımdır. Az mən desəydim düyü lazımdır, düyünü alıb çıxıb gedərdim. Bir də təkrar niyə gəlim ki mən? Baş işləm lazım. Nədir bu danışı? Bilmirəm. Ay, belim. Nə deyirdin sən? Əladır. Əsas odur ki, irpələndirmişik, yarıcan eləmişik. O duyğu yoxdur. Havalanır, vata-vatda. O düyünü verərsən, mən apararam da. Bunu? Yaxşı düşmürəm, bundan sıyıq pişirəcəm. Düyü firnə eləyəcəm mən o qəşəng Fazil üçün. Fazilə, hörrə pişir yedizdir o Fazili. Yaxşı, eşitsən vəfadar, belə bir şey eləyirik. Deməli sən... Sadiq, 100-cü dəfə deyirəm ki, danış mənə izah elə. 100-cü dəfə deyirəm. Problem odur da, sən elə... birinci dəfə deyirsən, ağzında deyirsən birinci dəfə, amma 100-cü dəfə deyirsən. Sən gərginləşmirsən, sən yuxusuz qalıbsan. Bilmirəm, nədir, o rayona gedib gəlsən, hər dəfə sənin əsabların çora... Biraz təmkinli ol, biraz qeyol. İçim çıxdan. Ay, salam oğlum, necəsən? Nə gözəl güldü. Dayı, mənim maşınım 3 gündür xarab olub. Maşının açarını mənə verə bilərsən, evi bazarlıq edeyim, gəlim. Neçə gündür? Sən 3 gündür? Bəli. Məni səhər taksi ilə gətirmədin evə. Necə oldu 3 gün o? Ay bala, maşın onundur. Özü bilir neçə gündür xarab olub da. Oğlum, buyur mənim maşınımı. Götür, neçə gün istəyirsən sür. Sağ ol, dayı. Sən də sağ ol. Səndən nə əcəb açar verdin ona? Nə açarı? Maşın açarında. Kimə verdim? Vəfadara verdin də. Niyə? Ay, xəstə yerinə qoymayın məni. Vəfadar gəldi, açar istədi, açarı vermədin. Nə var, mən bilməm. İçim çıxdı. Ay, indi verdin də açarı. Salam dayı. Ay, salam oğlum. Salam da. Dayı, mənim maşınım 3 gündür xarab olub. Evə bazarlıq eləməliyəm. Öz maşın açarını verə bilərsənmi? Bir dəqiqə dayan ne? Nə baş verir burada? Bu indi gəlib istəmədi maşın açarını. Sən də çıxartdın cibindən verdin açarı da. Ay bala, nə vaxt gəldi istədin maşının açarını? İndi gəlmədin sən. Abi cibindən çıxart vermişəm, bu cibindən çıxan maşın açarını. Vəfadar, get neçə gün istəyirsən maşınımı sür. Çox sağ ol. İstirahət elə. Sən də sağ ol. Ay Sadiq. Mən desən hər şey 2 dəfə görürəm. Bu problem odur da. Anəsi olubdur. Sən rayona gəlib gələndən sonra səndə gözdə nələrsə görsənir. Mən bundan qorxuram. Ona görə deyirəm ki, ciddi düşmək lazımdır hər şeyin üstünə. Dəqiq. Bellissimo, bravo, əlasınız, mükəmməlsiniz. Siz ağıllı adamı səy eləyərsiniz. Mənə indi çatır ki, Fazil nətər qaçırtmışsınız. Möhtəşəmsiniz. 2 dənə zərbə alıb, kəllə beyin zərbəsi. Duyğu o duyğu deyil. Başı gedib, alqışlayıram. Halal olsun sənə Vəfadar. Halal olsun sənə. Da elə bu açarı da verim sənə. Yol üstü beyzini də vurarsan. Bir də elə bilmədən 2 təkər qaldırdım. Ruçnoyu dartdım, diskli dəydi. Bardora biraz əzildi, onu da düzəltdim. Biz plan qurmuşuq, götürüb çəkdim. Belədir, mən tapdıra bilmirəm. Yaxşı. İşte bura kimi əyala gəlmişik, heç nə. Təkər sadəcə düzəltdirəm. İndi planın ən həssas yerlərinə gedirik. Hansı? Alqışlarınızla. Mənim arxa dayağım, ömür gün yoldaşım, həyatımın sevgisi, biricik arvadım, duyğulu sevgim. Alqışlardım. Başla. Sevgi. Sənin başına dönər Vəfa. Ayağının o altında ölər. O ağ maskalarını yuyar sənin, coraflarını yuyar Vəfa. Məni xilas elə. Sən nə edirsən? Girirsən, belə dur. Girirsən, Duyğunun telefonuna o videonu götür. Mənim balamı xilas elə bu işdən. Qurban sənə, ay sənə qurban sevgi. Şeydir, açığı özgə vaxt olsa eləməzdim, amma Vəfada mən səni ilk dəfədir belə mənə yalvaran görürəm. Ana ürəkdir da. Yəni ona görə kömək eləyərəm. Tək sənin həmişə belə
problemləriniz olsun, mən ağız açasınız, məndən asılı qalasınız, mən kömək eləyim də nə sizə? Ay, başqa qədər, mən burada deyirəm, mehribansın olsun, sən gəl burada canın baldız tavası verirsən, biraz səviyyən qoruyam. Deməli, nə eləmək lazımdır? Gedirsən duyğuculə. Ay Duyğu! Hay can, nə olub? Canın ağrımasın. Sən, oy, baxış. Sən canın təzyiq ölçəni gətirsən bir saata gətirəcəm təzyiqimi ölçüm, özüm pis eləyirəm. Vay vay, mənə gözlə bir dəqiqə gətirəm, deyəm. Sevgi... Başa düşmədim. Hara getdi? İndi girmədi içəri. Vay, az buradasan mı? Elə sən yanına gəl. Oy, təzyiq ölçən də kakraz əlindədir. Versən onu mən sən canım bir saata gətirirəm, təzyiqim qalxıb. Başa düşmədim. Sən bayaq gəlib istəmədin təzyiq ölçəni? Ha vaxt bayaq. Gəldin əlin orada dəydi. Səsən yox, indi gəldim. Başqa hava mı gəlibdi bu? Ha? Qızdırma zadım yoxdur, bəlkə görün. Yox. Var? Yoxdur. Bəri ver görüm. Bir saata gətirəcəm. Əla. O nə dedi? O da dedi ki, deyəsən mən havalanmışam. Ay Sevgi, deyirəm ki, sən nətər oldu? O evə 2 dəfə gedib gələ bildin. Hardan ağlına gəldi doğrudan? Bilirsiniz nətər? Birincidə girdim, bu telefonu WhatsApp-dan atmışdılar, amma bu videonu girdim, WhatsApp-dan sildim. Sonra çıxandan sonra yadıma düşdü ki, bu son silinənlərdə qalıb axı bu qalereyada. Girdim, ikinci dəfə doğrudan sildim. Ağıl bənə, sən döylə. Qoyun döylə, bir şey döylə. Halal olsun sənə. Dayı, mən sənə bir söz deyim, mən səndən fəxrliyim. Niyə? Səbəb var. Çünki biz adlı-sanlı nəslik. Sən əsl bizim nəslimizə layiqli bir xanımla ailə həyatı qurmuşsan. Söhbət eləmədən demişəm. Yox da bir vatan eləyirdim. Yox, dayın elə düz elədi. Belə birinlə mən vuraram. Bax, dayın gör kimlə evlənib. Gör kimlə. Sən nə edirsən, hə? TikTok'da şir atanlarla tanış olur. Ağzını üstüne koyarsan. Yaxşı da, mən... Aslan olub. Sosial söhbət eləmədən mən Sevgi ilə Facebook'da tanış olmuşum. İndi keçirik planın final mərhələsinə. Çalma, sən olmayacaqsan, sən evdə olacaqsan. Mən bu gecə evə gələ bilməyəcəm. Niyə? Ay, çiğ yiyirsiniz, hava içirsiniz, belə-belinin o saat qalayın ondan şey. Eşsən, mən bacım oğlunu xilas eləmək üçün mütləq gedib elə bir duyğunu tam havalandırmalıyım. Lağar bacım oğlu, bacımın bir balası da. Sən dur get evə, mən... Dur get, sən get evə tanı, get başına dönüm. Bir saata təzyiqini... Yox, götür apar get. Gəl. Sənin üçün yeməyi hazırlamışam. Ha, çox sağ ol. Sevdiyim yeməkdir. Günün necə keçib? Günüm bərbad. Niyə? Çünki gərgin olmuşam. Hamısına günahkarı sənsən. Mən? Mən neylədim? Mən indi gəldim də evə, başqa dönüm. Nə olub? Özü tülküyə qoymaya, hər şeyi öz gözümlə görmüşəm. Nəyi görmüsən? Sevginlə ikimizin də telefonu çəkmişəm. Mən nəsə, dostlar, xahiş olun. Yox, əgər elə bir şey varsa, məni cəzalandır. Lap məni şişə tax, kəndirlə, nə bıçaqla, dəvət sarmayla. Göstər. Bir dəqiqə deyəni. Göstər. Mən sizi telefonu çəkmişəm. Göstər də, çəkmişsən, göstər. Çəkmişdim də, yoxdur indi. Yoxdursa deməli yoxdur da, başqa dönüm. Elə şey olmuyor. Ay Sadiq. Mənə baxın, mən hər şeyi beynimdə canlandırıram. Ha? Mən nə olur? Qorxma. Yox. Sən atan evinə gedəndə bilmirəm, orada nə yeyirsiniz? Səyliyib gəlirsən, onu görə deyirəm, getmə dana. Ay başqa dönüm, narahat olma. Müalicə elətdirəcəm, dərman saat. Birincisi yeməyinə fikir ver, gözlə. Bunu belə əlimdə cəzgiyə, bunu dişdə, bunu sağ yedirəm. Deyəm, buna başqa ədviyyat vurmuşam. Mənim mədəmə düşmür. Gözəni başqasına pişirib gətir. Bir dənə başqa bir şey pişir gətir. Yaxşı, gözlə görək. Əllə ayaqlı getmişdim, ha. Qırtdan çıxdım, ölmüşdüm. Yəqin savab iş görmüşəm. Savab, bəlkə 9 yaşında sərçəyə su vermişdim, onların yuvasına su qoymuşdum, odur. Ay, onu da sonra raqatka ilə vurub yuvasını dağıtdım.
Nə savabıdır? Necə oxuyurdu? Arım, balım, pətəyim, na gülüm, canım, çiçəyim. Belə xoşbəxtlik olmaz. Bilsəm ki, öləcəyim. Ay Vəfa, yenə səni sevəcəyim. Ay Vəfa, sən mənim arımsan. Sən mənim balımsan. Vay. Gənclər, niyə yatmırsınız? Ay, imkan verirsən ki. Ay ata, niyə əsəbləşirsən söz deyən kimi? Yenə anam mı saçlı səni? Niyə? Sən ananı ilan gözündə görürsən. Görürsən, bax sənin bacıların cadu eləyib ki, ananı ilan gözündə görür. Can, anacan, baba sən də əsəbisən, sənin də səsində bir qəhər var, bir hüzüntü var səsində. Mən çox gözəl başa düşürəm. Atam yenə sənin haqqına girib, gedib orada, burada, bacısıgildə olmazın ifadələr işlədib, ona görə sən də əsəbləşirsən. Bilib bilmədən danışma. Can, mən artıq atamın da səsində kədər hiss edirəm. Niyə, nə oldu? Çünki atam əzilir. Atam anam tərəfindən əzilir. Dayımın səndən üstün olmağı sənin günahın deyil. Hə. Gecə dayımı mənə söydürməyi. Dayımı? Söyüf nə qayrassan qardaşımı. Birinci hələ başını söygür, 5'ini deyərsən 15'inin cavabını alarsan. Bizim nəslin lideridir, lideridir. Belə Sadiq belə şişirtmişsin. Yaxşı elə şişirtmiş demişkən, Sadiq bax bizim nəsil şiridir, aslanlıdır, pələngidir, canavarıdır. Dəvədən böyük fil var atalar demişkən, bax elə filidir. Əşi, sən canın yaxşı görək. Sadiq heç epşidə döyül. Miau! Miau! Sənə yemək almışam. Yemək! Bildiğim pişik yemi alırsan. Öyle sen çok ciddi getirir. Başkanlarım kesin de yürüyürüm it yalı almışlar. Biraz romantik an olsun da. Yaxşı da üzüm. Ne oldu işte? Sən xətvədəydim, şübhələndim səndən. Mənim hər dəfədə şübhələndirəm, sonra peşman oldum. Məndən şübhələnmə. Düzün deyirəm, nə fikirləşdin? Düzünü deyirəm. Fikirləşdin ki, sevgi mənim arvadımdır, Ləman da qızımdır. Ləman məktəbdə tədbiri var, qaynam oraya gəlibdi. Biz də ər-arvad, sən rayondasan deyə rahatca getmişik, tədbirdə iştirak eləmişik, dans eləmişik, oynamışıq eləmişik. Gəldik yolda xarab olub maşınımız qalıb, vəfadarız gəlib bizi şey elədi, sən də orada şey eləyirsən. Bunu fikirləşdik. Hara getdin, çıxdın Sadiq? Vay. Yo, daha o qədər fikirləşməmişdim. İndi yenimə sevginə səni bir yerdə görəndə qısqandım. Hətta qısqandım. Yo, mən sonra nə olur ya? Buna, ne? Telefonla kimdə mesaj yazan? Mənim telefonum deyil, sənin telefondur. Deyən görüm. Kimdə? Yeznəmin arvadının oğlunun dayısı arvada. Bu hara getdin, çıxdın Sadiq? Bax, sənə nə istəyir bu? Hə, işte, mənə ver telefon. Hə, bana bir telefon ver də mənə, xahiş edirəm də. Parol dinlə, tez elə. Sevduy. Nə? İkinizdən başlayın, 3 hərfləri. Sevduy. Sevduy. Sadiq, yazıb ki, videonu hər ehtimala sənə atıram, qalsın yaddaşda. Bu. Mənim çəkdiyim videodur. Bax, çox gözəl. Bax, gördün? Nə deyirsən buna? İndi bura gör nə deyirəm də, bircə saniyə gözlə. Hə, tez elə. Sevgi olsun, ölsün sevgimi atdığım. Baxdı sənə. Bacı, vəziyyət belədir də bu şey oldu, bu Duyğu, sən hər ehtimala yıxıl yat. Bacı, Əlplani psixopat. Nə oldu sizə? Biz küsmüşüksə gözə deyil. İki daşın arasında nə oldu siz belə küstünüz? Hə, atasına bax. Yox, o deyil. Qızına, yox, dedi. Atalar nə demişdi deyir, atasına bax. Qızına, yox. Ay. Bəs eləyir. Deməli. Deməli deyil. Gəlirəm 5 dəqiqə sərəcə. Hə, sən vəfan almamsan, birinci səni qaçırtmışıq biz. Öz başına sən vəfan almamsan. Dincəlmə eləmə. Hə. Beyni qədər olmaz. Beyni bunlar deyil. Nə oldu, Vay Sadiq, nəyə mən fikirlisən? Nə sən soruş, nə mən deyim. Yaxşı, soruşmuram. Yeter,
Mən hardaydım onda? Papan yox idi, sən harda olacaq? Papan ortada yox. Vəfadarı xilas eləmək üçün bacımın bir balasını, onu çiğ yediriyorsan, bəşçiniz ye. Gənclər, niyə yatmırsınız? Nə deyərdin, sən bir aydın danış görüm, nə danışırdın, bəyək sual verdin nəsə mənə. Ay, belim. Dayı, mənim maşınım 3 gündür xarab olub mənim maşınım. Açarını verə bilərsən məncə. Salam oğlum. Nə gözəl güldü. Patronun, Pizonun və Tam Store'un baş sponsorluğu ilə İki Qapı Arasında serialı başa çatdı.